Qoç bürcü. Qoç bürcü üçün 2025-ci ilin noyabr ayı dərin enerjilərlə dolu, həm ruhsal, həm də fiziki baxımdan yenilənmə mərhələsi olacaq. Bu ay səni bir çox istiqamətlərdə dəyişikliklərə aparacaq, xüsusilə də şəxsi münasibətlər, maliyyə və daxili güc mövzularında. Noyabr ayına Əqrəb bürcündə hərəkət edən günəşin təsiri altında daxil olursan və bu, sənin həyatında gizli qalan, amma artıq səni sıxan bir çox məsələni üzə çıxaracaq. Sanki içində uzun müddət susan bir səs var idi və indi o, səni yönləndirməyə başlayır. Özünü təhlil etməyə, nəyi niyə etdiyini anlamağa çalışırsan. Bu ayın əsas mövzusu, daxili dəyişiklik və azadlaşmadır. Əgər son aylarda çox çalışmısansa, lakin nəticə ala bilmədiyini hiss edirsənsə, noyabrda səbrin qarşılığını almağa başlayacaqsan. Ulduzlar göstərir ki, artıq yeni bir mərhələyə qədəm qoyursan. Bu mərhələdə sən daha realist, eyni zamanda daha güclü olacaqsan. Plutonun sənin bürcünlə harmonik bucaq yaratması sənə transformasiya enerjisi gətirir. Yəni, bir şeyi tamamilə dəyişdirmək istəyəcəksənsə, bu ən doğru vaxtdır. Köhnə vərdişlər, səni geriyə çəkən insanlar, mənfi fikirlər, bunların hamısını buraxmaq üçün noyabr əla aydır. Emosional baxımdan da dərin bir sükunət və düşünmə halı səni müşayiət edəcək. Qəlbinlə ağlın arasında əvvəlki kimi çəkişmə olmayacaq, çünki artıq nəyə dəyər verəcəyini bilirsən. Əgər uzun müddətdir içində bir qorxu, narahatlıq və ya keçmişlə bağlı yük daşıyırsansa, bu ay ondan azad olacaqsan. Münasibətlər sahəsində noyabr qoçlar üçün bir qədər ciddi və emosional olacaq. Əgər münasibət varsa, tərəfdaşla daha səmimi, amma eyni zamanda dərin söhbətlər aparmaq istəyi yaranacaq. Gizlətməyə çalışdığın hisslər üzə çıxa bilər. Hisslərin daha güclü və kəskin olacaq, buna görə də həm sevgi, həm də qısqanclıq artacaq. Əgər münasibətdə problemlər varsa, onları artıq gizlətmək mümkün olmayacaq. Amma bu, mənfi hal deyil, əksinə, hər şeyin açıq-aşkar olması münasibəti ya daha sağlam edəcək, ya da artıq sənin həyatında bitməsi lazım olan bir şeyi bitirəcək. Subay qoçlar üçün isə bu ay gizli bir maraq, dərin bir cazibə enerjisi daşıyır. Yeni tanışlıqlar səni təsirləndirə bilər, amma bu tanışlıqlar səthi deyil, ruhsal səviyyədə olacaq. Kiminləsə bir baxış, bir söhbət, bir toxunuş səni düşündürəcək və bu münasibət həyatına yeni istiqamət gətirə bilər. Maliyyə baxımından noyabr bir qədər qarışıq enerjilərlə başlayacaq. Ortaq gəlirlər, borclar, kreditlər və ya investisiya məsələləri ön plana çıxacaq. Əgər keçmişdə bir maliyyə səhvi etmisənsə, indi onu düzəltmək üçün fürsət yaranacaq. Amma burada diqqətli olmalısan, çünki Merkuri retro təsirində olacaq və sən qərar verməzdən əvvəl hər şeyi 2 dəfə yoxlamalısan. İmza atmaq, borc vermək və ya almaq kimi addımları noyabrın ikinci yarısına saxlamaq daha məqsədə uyğundur. Ayın sonuna doğru isə yeni gəlir imkanları görünəcək. Xüsusilə də internet, texnologiya və şəxsi layihələrdən qazanc ehtimalın yüksəkdir. Əgər uzun müddətdir bir plan üzərində çalışırsansa, noyabr sonunda o plan sənə gəlir gətirməyə başlaya bilər. Karyera sahəsində bu ay sakit görünsə də dərinlikdə böyük hazırlıq gedir. Bəzi qoçlar iş yerində mövqələrini dəyişə bilər, kimisi rəhbərliklə qarşı-qarşıya gələ bilər, kimisi isə tamamilə yeni bir istiqamətə yönəlmək qərarı verə bilər. Əgər içində artıq bu mühit mənə yaramır hissi varsa, bu təsadüfi deyil. Kainat səni yeni bir yola çağırır. Öz potensialını daha yaxşı istifadə edəcəyin bir sahəyə keçmək üçün şərait yaranacaq. Sadəcə tələsmə, çünki bu ay plan qurmaq, düşünmək və təməl atmaq ayıdır. Dekabrda isə bu planların bəhrəsini görəcəksən. Sağlamlıq baxımından noyabrda enerjinin biraz düşməsi mümkündür. Ruhsal gərginlik, yuxu problemləri və ya yorğunluq hiss edə bilərsən. Bu, bədəninin səndən istirahət istəməsinin bir əlamətidir. Qidalanmana, vitamin qəbuluna və yuxuna diqqət yetir. Ən çox ehtiyac duyduğun şey sakitlik və balans olacaq. Meditasiya, təbiətdə gəzişmək, dərin nəfəs məşqləri sənə çox yaxşı təsir edəcək. Ümumilikdə isə noyabr ayı Qoç bürcü üçün keçmişi burax, özünü yenidən doğur ayıdır. Əgər indiyə qədər nələrsə sənə ağırlıq verirdisə, bu ay o yükdən azad olacaqsan. Bəli, bəzən bu proses biraz ağrılı ola bilər, amma sonunda çox yüngülləşdiyini hiss edəcəksən. Həyat səni daha dərin, amma daha möhkəm bir səviyyəyə aparır. Qısaca desək, noyabr Qoç üçün köhnənin bitdiyi, yeninin doğulduğu bir aydır. Enerjini qorusan və səbirli olsan, ayın sonunda tamamilə fərqli bir insan kimi hiss edəcəksən.
Buğa bürcü. Buğa bürcü üçün 2025-ci ilin noyabr ayı həm ruhsal, həm də praktiki mənada dərin bir dəyişiklik dövrü olacaq. Bu ay sənin həyatında bir çox məsələlər ya tamamlanacaq, ya da yeni istiqamət alacaq. Əqrəb bürcündə hərəkət edən günəş sənin qarşı bürcündə olacaq. Bu isə deməkdir ki, diqqət mərkəzinə münasibətlər, tərəfdaşlıqlar və insanlarla əlaqələr mövzusu gələcək. Həyat sənə açıq bir sual verəcək. Həyatında kimlər səninlə eyni istiqamətdə gedir, kimlər isə səni geri çəkir? Bu sualın cavabını bu ay çox aydın görəcəksən. Noyabr buğa bürcü üçün həm romantik, həm də sınaqlı bir dövrdür. Əgər münasibətdənsə, tərəfdaşınla olan əlaqələr daha dərinləşəcək. Bəzən bu dərinlik mübahisələrlə, bəzən isə emosional yaxınlıqla müşayiət oluna bilər. Əgər sevgi həyatında uzun müddətdir nəsə səni narahat edirdisə, indi bu mövzu tam üzə çıxacaq. Gizlədilən hisslər, anlaşılmazlıqlar, səssiz gileylər, bunların hamısı artıq səssiz qala bilməyəcək. Bu, sənin üçün mənfi deyil, əksinə münasibətdə dürüstlük və aydınlıq gətirəcək. Əgər münasibət sağlamdırsa, bu ay onu daha da möhkəmləndirəcək. Əgər artıq tükənmiş bir münasibətdirsə, kainat səndən onu buraxmağı istəyəcək. Subay buğalar üçün isə bu ay çox maraqlı tanışlıqlar və cazibə enerjiləri gətirir. Noyabrda kimsə sənin həyatına daxil ola bilər və bu insan sənə sadəcə romantik hisslər deyil, həm də daxili harmoniya bəxş edəcək. Maliyyə məsələlərində noyabr sənin üçün həm fürsətlər, həm də diqqətli olma zərurəti daşıyan bir aydır. Ayın əvvəlində pul ilə bağlı gözlənilməz xərclər və ya gecikmələr ola bilər. Lakin ayın ortalarından etibarən vəziyyət sabitləşəcək və yeni gəlir mənbələri görünəcək. Əgər sən sənət, dizayn, torpaq, tikinti və ya gözəlliklə bağlı sahələrdə çalışırsansa, bu ay sənin üçün çox məhsuldar olacaq. Hər hansı bir yarımçıq layihəni bu ay başa çatdırmaq mümkündür. Ancaq tələsik qərarlar vermə, xüsusilə də borc, kredit və ya böyük alışlarla bağlı. Ayın sonuna doğru Merkuri təsirini sabitləşdirəcək və sən maliyyə məsələlərində daha aydın düşünə biləcəksən. Karyera baxımından buğalar üçün noyabr ayı yeni bir mərhələnin başlanğıcı sayılır. Uzun müddətdir içində daşıdığın arzular indi formaya düşməyə başlayır. Ola bilər ki, rəhbərlik səni fərq etsin, vəzifə dəyişikliyi və ya yeni məsuliyyətlər gündəmə gəlsin. Eyni zamanda bəzi buğalar iş həyatında tərəfdaşlıq və ya yeni əməkdaşlıq təklifləri ala bilər. Bu ay ətrafında olan insanlara diqqət et, çünki bir söz, bir fikir və ya bir təklif sənin gələcəyini dəyişdirə bilər. Əgər bir müddətdir iş mühitində sıxıntılar varsa, artıq məsələ açıq şəkildə müzakirə olunacaq və sən öz mövqeyini qətiyyətlə göstərəcəksən. Sağlamlıq baxımından noyabr ayı səndən həm fiziki, həm də emosional balans tələb edir. Əqrəb enerjisi səni dərin hisslərə çəkə bilər, bu isə stres və yorğunluq yarada bilər. Ən vacibi, yuxu rejimini və qidalanmanı sabit saxlamaqdır. Əgər son aylarda orqanizmin siqnallarını qulaq ardına vurmusansa, indi bədən sənə dayan deməyə başlaya bilər. Təbii qidalar, isti içkilər, sakit musiqi və təbiət gəzintiləri bu ay üçün ən yaxşı dərman olacaq. Ruhsal planda isə bu ay sənin üçün bir oyanış ayıdır. Bəzən səssiz oturmaq, heç nə etməmək belə sənə çox şeyi anlatacaq. Sən əslində çox şeyin fərqindəsən, sadəcə indi bu dərk səviyyəsini qəbul etmək mərhələsindəsən. Əgər həyatında nəsə səni narahat edirsə, bu narahatlıq səni dəyişməyə yönəldir. Kainat sənə mesaj göndərir, əgər nə isə itirirsənsə, o sənin deyil. Əgər bir qapı bağlanırsa, deməli, arxasında səni gözləyən daha böyük bir şey var. Bu mesajı unutma. Ümumilikdə 2025-ci ilin noyabrı buğa bürcü üçün həm təmizlənmə, həm də yenilənmə ayıdır. Sən köhnə əlaqələrdən, artıq işinə yaramayan düşüncələrdən azad olursan. Bəli, bu proses bəzən səni çətinliklərlə üzləşdirəcək, amma nəticədə çox yüngülləşdiyini hiss edəcəksən. Ayın sonuna doğru hər şey yerinə oturacaq. Yeni planlar, yeni insanlar, yeni baxış bucağı, bunlar hamısı sənə gəlir. Həyat sanki deyir, sən sabitliyi sevirsən, amma indi dəyişiklikdən qorxma, çünki bu dəyişiklik səni daha yaxşı bir həyata aparır. Noyabrın sonunda buğa bürcü keçmişinə dönüb baxanda anlayacaq ki, yaşadığı hər şeyin bir məqsədi var imiş. Bu ay sən həm hisslərinlə, həm düşüncələrinlə, həm də həyat məqsədlərinlə barışacaqsan. Və ən əsası, səni qarşıda parlaq və sabit bir dövr gözləyir. Əkizlər bürcü.
Əkizlər bürcü üçün 2025-ci ilin noyabr ayı həm zehni, həm də emosional baxımdan dönüş nöqtəsi olacaq. Bu ay sənin üçün hərəkət, dəyişiklik, analiz və özünü yenidən təşkil etmə dövrüdür. Əkizlər təbiəti etibarilə çevik, maraqlı və daim öyrənməyə meyillidir, amma noyabr səni bir qədər dayandırıb içinə baxmağa məcbur edəcək. Sanki kainat sənə deyir, bütün cavabları çöldə axtarma, biraz da iç dünyana bax. Bu, səni həm daha müdrik, həm də daha dərin düşünən bir insana çevirəcək. Ayın əvvəlində Əqrəb bürcündə hərəkət edən Günəş və Mars sənin 6-cı evini, yəni iş, sağlamlıq, gündəlik rutin və məsuliyyətlər evini işıqlandıracaq. Bu, o deməkdir ki, sən noyabr ayında daha çox çalışmalı olacaqsan. Həyatın sanki səndən düzən və nizam tələb edəcək. Əgər son aylarda biraz dağınıq idinsə, indi hər şeyin qaydasına düşməsi üçün səylər göstərəcəksən. İş mühitində diqqət mərkəzində olacaqsan, səni həm rəhbərlik, həm də ətrafındakı insanlar fərq edəcək. Amma eyni zamanda xırda anlaşılmazlıqlar, lazımsız mübahisələr də yarana bilər. Sənə məsləhət, bu ay emosiyalarınla yox, ağlınla hərəkət et. Hər kəsin dediyini ciddi qəbul etmə, çünki bəzi insanlar səni qıcıqlandırmaq üçün bilərəkdən sınağa çəkə bilər. Əgər səbirli və təmkinli olsan, bu ayın sonunda çox mühüm bir nailiyyət əldə edə bilərsən. Münasibətlər baxımından noyabr əkizlər üçün səmimi, amma bir qədər dərin enerjilərlə doludur. Əgər münasibətdənsə, tərəfdaşınla daha ciddi söhbətlər gündəmə gələcək. Ola bilər ki, hər iki tərəf bir-birinə qarşı olan gözləntilərini daha açıq ifadə etsin. Əgər sevgi münasibətində artıq soyuqluq varsa, bu ay onu ya bərpa edəcəksən, ya da bitirmək qərarına gələcəksən. Amma qərar verərkən tələsmə, çünki Mars və Venera arasındakı gərgin bucaq hisslərdə dalğalanma yarada bilər. Subay əkizlər üçün bu ay iş və gündəlik həyat vasitəsilə yeni tanışlıqlar mümkündür. Kiminləsə birgə layihə, təlim və ya ortaq maraq səni maraqlı bir insana yaxınlaşdıra bilər. Bu tanışlıq səssiz, amma güclü bir təsir buraxacaq. Maliyyə sahəsində ayın əvvəli bir qədər sıx keçə bilər. Bəzi xərclər artacaq, xüsusilə də sağlamlıq, texnoloji avadanlıqlar və ya gündəlik ehtiyaclarla bağlı. Lakin narahat olma, noyabrın ortalarından etibarən vəziyyət dəyişəcək. Əgər sən yaradıcılıq, tədris, media, yazı və ya kommunikasiya sahəsində işləyirsənsə, yeni gəlir mənbələri yaranacaq. Bəzi əkizlər isə əlavə iş və ya frilans gəlirləri əldə edə bilər. Sadəcə planlarını diqqətlə qur və impulsiv qərarlardan qaç. Pul məsələlərində bu ay düşün, sonra hərəkət et prinsipi sənin ən böyük yardımçın olacaq. Karyera baxımından noyabr ayı sənin üçün təməl qoyma dövrüdür. Bəzi əkizlər üçün bu ay yeni bir iş təklifi, komanda dəyişimi və ya rəhbərliklə bağlı yeniliklər gətirə bilər. Əgər uzun müddətdir özünü inkişaf etdirmək istəyirdinsə, bu ay təlimlər, kurslar və ya sertifikat proqramları üçün çox uyğun vaxtdır. Eyni zamanda, bu dövr sənə bir sual yönəldəcək, əslində mən nədən zövq alıram? Əgər mövcud işin sənə artıq mənəvi doyum vermirsə, bu hiss səni yeni bir istiqamətə yönəldə bilər. Ayın sonunda isə səbr və zəhmətin nəticəsini görəcəksən. Sağlamlıq mövzusunda isə bu ay diqqətli olmalısan. Enerjinin biraz tükəndiyini hiss edə bilərsən, xüsusilə də çox işləyir və özünü dinləmirənsə. Bədəninin siqnallarını qulaq ardına vurma. Ən çox risk altında olan sahələr sinir sistemi və həzm orqanlarıdır. Buna görə də qəhvə və ağır yeməkləri azaltmaq, yuxuya və istirahətə vaxt ayırmaq vacibdir. Fiziki fəaliyyət, xüsusilə də gəzintilər və təbiət yürüyüşləri sənə çox yaxşı təsir göstərəcək. Ruhsal baxımdan isə noyabr ayı səni dərin düşüncələrə çəkəcək. Özünü, həyatdakı məqsədini və istiqamətini daha yaxşı anlamaq istəyəcəksən. Ola bilər ki, bəzi hadisələr səni düşündürsün və sanki hər şeyin mənasını tapmaq ehtiyacı yaratsın. Əslində bu, sənin üçün çox faydalıdır, çünki uzun müddətdir ağlında çox fikir var, amma indi onları süzgəcdən keçirirsən. Əgər meditasiya, yazı yazmaq və ya təbiətdə vaxt keçirmək kimi vərdişlərin varsa, bu ay onları davam etdirmək ruhunu sakitləşdirəcək. Ümumilikdə 2025-ci ilin noyabr əkizlər bürcü üçün sakit görünən, amma dərin təsirli bir ay olacaq. Həyat səni yenidən təşkil etməyə, nizam yaratmağa və öz sağlam balansını tapmağa çağırır. Bəli, bu ay çox bəzəkli və hərəkətli olmaya bilər, amma məhz bu sakitlik sənin üçün böyük hazırlıq mərhələsidir. Noyabrda nə qədər planlı və səbirli olsan, dekabr və gələn ilin əvvəllərində bir o qədər uğur qazanacaqsan.
Sonda kainat sənə bir mesaj göndərir. Bəzən dayanmaq da hərəkət qədər vacibdir. Bu ayın sonunda əkizlər bürcü anlayacaq ki, hər şeyi idarə etməyə çalışmaq lazım deyil. Bəzən axına buraxmaq da ən doğru yoldur. Noyabr səni daha dərin, daha bilikli və daha güclü bir versiyaya çevirəcək. Xərçəng bürcü. Xərçəng bürcü üçün 2025-ci ilin noyabr ayı həm ruh, həm də ürək səviyyəsində çox güclü dəyişikliklərin vaxtıdır. Bu ay sənə həm sevgi, həm yaradıcılıq, həm də ailə ilə bağlı məsələlərdə dərin təcrübələr gətirəcək. Əqrəb bürcündə hərəkət edən günəş sənin 5-ci evini, yəni sevgi, uşaqlar, yaradıcılıq və daxili sevinclər evini işıqlandıracaq. Bu isə o deməkdir ki, noyabr ayı sənin üçün həm romantik, həm emosional, həm də ilham verici bir dövr olacaq. Həyat səni yenidən sevinməyə, içindəki uşağı oyatmağa və uzun müddətdir unutduğun duyğuları yenidən hiss etməyə çağırır. Ayın əvvəlindən etibarən hisslərin çox dərinləşəcək. Əgər əvvəllər hər şeyi ağıl süzgəcindən keçirirdinsə, indi ürəyin səni yönləndirəcək. Bu, bəzən səni kövrəldəcək, bəzən isə heyrətləndirəcək, amma bir şey dəqiqdir. Noyabr ayından sonra sən eyni insan olmayacaqsan. Bu ayın əsas mesajı budur, ürəyinin səsini dinlə. Sevgi həyatında çox güclü enerjilər var, əgər münasibətdəsənsə, tərəfdaşla olan əlaqə daha emosional, daha dərin bir səviyyəyə keçəcək. Xərçənglər üçün sevgi sadəcə romantika deyil, bu bir bağlılıq, bir təhlükəsizlik hissidir. Və bu ay sən məhz o hissin nə qədər vacib olduğunu anlayacaqsan. Bəzi xərçənglər üçün keçmişdən biri yenidən qayıda bilər. Ola bilər ki, bir mesaj, bir təsadüfi qarşılaşma və ya bir xatirə səni keçmişə aparsın. Amma bu dönüş sənin üçün dərs mahiyyətində olacaq. Sən ya bağışlayıb tam bağlayacaqsan, ya da o insana tam fərqli baxışla yanaşacaqsan. Subay xərçənglər üçün isə bu ay romantik tanışlıqlar üçün çox əlverişlidir. Bu tanışlıq bəlkə də əvvəlcə sadə görünəcək, amma zamanla çox dərin bir bağa çevrilə bilər. Ailə və ev məsələləri də bu ay ön plandadır. Evdə dəyişiklik etmək, bəzək, təmir və ya köç planları gündəmə gələ bilər. Hiss edəcəksən ki, yaşadığın mühit sənə emosional təsir göstərir. Yəni, əgər ev enerjisi səni sıxırsa, onu dəyişmək istəyi yaranacaq. Ailə daxili münasibətlərdə də bu ay səmimiyyət, amma eyni zamanda açıq danışıq tələb olunur. Əgər uzun müddətdir içində saxladığın narazılıqlar varsa, onları sakit və konstruktiv şəkildə dilə gətirmək zamanı gəlib. Karyera baxımından noyabr xərçənglər üçün bir qədər sakit, amma hazırlıq mərhələsi olacaq. Bu ay sən daha çox gələcək planlarını düşünəcək, hansı istiqamətdə getmək istədiyinə qərar verəcəksən. Əgər iş yerində gərginliklər yaşanıbsa, indi vəziyyət bir qədər yumşalacaq. Bəzi xərçənglər üçün isə yaradıcılıq sahəsində böyük irəliləyişlər gözlənilir. Əgər sən sənətlə, yazı, musiqi və ya dizaynla məşğulsansa, bu ay ilham axını sanki daşacaq. Yeni ideyalar, layihələr və hətta tanınma ehtimalı çox yüksəkdir. Bu ay sən içindəki istedadı daha açıq ifadə etməyə başlaya bilərsən. Maliyyə baxımından ayın əvvəli bir qədər qeyri-sabit ola bilər, amma bu narahatlıq keçici olacaq. Ayın ortasından sonra gözlənilməz gəlir və ya əlavə qazanc imkanı yarana bilər. Əgər bir investisiya və ya şəxsi layihə düşünürsənsə, noyabrın ikinci yarısı üçün plan qurmaq uyğundur, amma hələ icraya tələsmə. Pul məsələlərində bu ay səbir və ehtiyatlılıq tələb olunur. Sağlamlıq mövzusunda isə bədən və ruh balansı çox vacibdir. Hisslərin o qədər dərin olacaq ki, emosional gərginlik fiziki yorğunluğa çevrilə bilər. Yuxu rejimini qorumaq, sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq, musiqi, kitab, isti vanna və ya meditasiya çox faydalı olacaq. Həzm və sinir sistemi bu ay bir qədər həssas ola bilər, buna görə də qidalanmaya diqqət et və özünü yükləmə. Ruhsal baxımdan noyabr ayı xərçəng bürcü üçün çox mənalı bir dövrdür. İçində uzun müddətdir bastırılmış hisslər səthə çıxacaq, amma bu səni zəiflətmək üçün deyil, təmizlənmək üçündür. Keçmişdə səni incitmiş, amma unuda bilmədiyin hadisələr bu ay yenidən xatırlana bilər. Amma indi sən onlara başqa cür baxırsan. Sanki bir film kimi izləyirsən, amma artıq həmin hadisənin içində deyilsən. Bu, sənin üçün böyük bir ruhsal azadlaşmadır. Ümumilikdə, noyabr ayı xərçəng bürcü üçün yenidən hiss etmə ayıdır. Həyat sanki səni dərinliklərə aparır ki, oradan daha saf, daha aydın və daha sevən bir insan kimi çıxasan. Bu ay sən həm özünü, həm başqalarını daha yaxşı anlayacaqsan.
Bəli, bəzən kövrələcəksən, bəzən içində fırtınalar olacaq, amma hər bir duyğu sənin ruhunu yüngülləşdirəcək. Ayın sonuna doğru isə sanki bir pərdə qalxacaq və sən öz həyatına, münasibətlərinə və gələcəyinə daha aydın baxacaqsan. Kainat sənə noyabr ayında belə bir mesaj göndərir: ürəyindən qorxma. Çünki orada həm ağrı, həm də şəfa var. Hər hissin bir mənası var, hər göz yaşının bir dərsi var və sən bu ay o dərsləri anlayacaq qədər güclüsən. Noyabrın sonunda isə xərçəng bürcü özünü daha sakit, daha balanslı və sevgi ilə dolu hiss edəcək. Çünki o öz daxili səsini yenidən tapacaq. Şir bürcü. Şir bürcü üçün noyabr ayı həm daxili gücünüzün artacağı, həm də uzun müddətdir üzərində düşündüyünüz məsələlərdə mühüm qərarlar verəcəyiniz bir dövr olacaq. Bu ay şir bürcü insanları üçün həyatın bir çox sahəsində diqqət mərkəzinə çevrilmək, öz potensialını nümayiş etdirmək və ətrafındakı insanlara nüfuzunu göstərmək imkanları yaranacaq. Siz təbiətcə lider, diqqət və hörmət sevən bir bürcsünüz və noyabrda bu xüsusiyyətləriniz daha da ön plana çıxacaq. Ayın başlanğıcında enerjiniz artacaq, Mars və Günəşin uyğun təsiri sizə öz məqsədləriniz uğrunda inamla irəliləmək gücü verəcək. Əgər son aylarda işlərinizdə bir durğunluq hiss edirdinizsə, noyabrda vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək. Karyera və maliyyə baxımından bu ay sizə ciddi fürsətlər gətirə bilər. Ulduzlar göstərir ki, rəhbərliyiniz və ya komandanız sizi daha çox qiymətləndirməyə başlayacaq. Xüsusilə ayın ortalarında yeni layihələr, əməkdaşlıqlar və ya maddi gəlir gətirən təkliflər gündəmə gələ bilər. Əgər uzun müddətdir vəzifə dəyişikliyi və ya maaş artımı gözləyirsinizsə, bu ay o məqsədə çatmaq üçün uyğun addımlar atmaq mümkündür. Sadəcə diqqətli olun, hər kəs sizin qədər niyyətində səmimi olmaya bilər. Ətrafınızdakı bəzi insanlar sizin uğurunuzdan narahat ola bilər, buna görə də planlarınızı hər kəslə paylaşmayın. Maliyyə vəziyyətiniz ümumilikdə sabit qalacaq, lakin ayın ikinci yarısında gözlənilməz xərclər sizi bir qədər narahat edə bilər. Lüks və ya lazımsız alış-verişlərdən uzaq durmaqda fayda var. Əgər yaxın gələcəkdə böyük bir layihəyə sərmayə qoymaq fikriniz varsa, mütləq yaxşı düşünün. Çünki noyabrın son günlərində Merkuri geriləməsinin təsiri altında bəzi qərarları təxirə salmaq daha ağıllı olar. Şəxsi və emosional həyat sahəsində şir bürcü üçün bu ay həm romantik, həm də dərin düşüncəli bir dövr olacaq. Əgər münasibətdəsinizsə, tərəfdaşınızla əlaqəniz bir qədər dəyişəcək. Siz münasibətdə daha çox diqqət, sevgi və anlayış gözləyəcəksiniz. Əgər bu ehtiyaclar qarşılanmasa, iç dünyanızda müəyyən boşluq hiss edə bilərsiniz. Buna görə də dürüst və açıq danışmaq önəmlidir. Subay şirlər üçün isə noyabr maraqlı tanışlıqlarla dolu ola bilər. Ətrafınızda sizi heyranlıqla izləyən bir insan var və o, yaxın vaxtlarda duyğularını açıq şəkildə ifadə edə bilər. Lakin yeni münasibətə başlamazdan əvvəl tələsməyin, ulduzlar sizə dərin tanıyın mesajı göndərir. Ailə və dost çevrəsində isə bu ay müəyyən gərginliklər mümkündür. Siz bəzən tənqidi fikirlərə qarşı həssas yanaşırsınız, amma noyabrda səbirli olmaq sizə çox şey qazandıracaq. Xüsusilə valideynlərlə və ya yaxın qohumlarla fikir ayrılıqları yaranarsa, məsələni böyütməməyə çalışın. Ulduzlar göstərir ki, ayın sonuna doğru münasibətlərdə sükunət bərpa olunacaq və ailə bağları daha da möhkəmlənəcək. Sağlamlıq mövzusunda şir bürcü bu ay enerjisini düzgün idarə etməlidir. Çox işləmək və istirahəti unutmaq sizi tükəndirə bilər. Hər nə qədər özünüzü güclü hiss etsəniz də, bədəninizin ehtiyaclarına laqeyd qalmayın. Yuxu rejiminə və düzgün qidalanmaya diqqət edin. Ayın ortalarında baş ağrıları, təzyiq və ya sinir gərginliyi müşahidə oluna bilər, bu da psixoloji yüklənmədən qaynaqlanacaq. Rahatladıcı fəaliyyətlər, musiqi, meditasiya və təbiət gəzintiləri sizə çox yaxşı təsir göstərəcək. Noyabr ümumilikdə şir bürcü üçün yenilənmə və güclənmə ayıdır. Siz həm daxili gücünüzü, həm də xarizmatik enerjinizi bərpa edəcəksiniz. Həyatınızda yeni mərhələyə qədəm qoyursunuz, daha yetkin, məqsədyönlü və öz dəyərlərini bilən bir şəkildə. Ulduzlar sizə dəstək verir, amma uğurun açarı balansda qalmaq, səbirli olmaq və emosiyalara qapılmadan qərar verməkdir. Əgər bu bərabərliyi qorusanız, noyabr sizin üçün həm mənəvi, həm də maddi baxımdan yüksəliş ayı olacaq. Qız bürcü. Qız bürcü üçün noyabr ayı introspektiv düşüncələr, şəxsi yenilənmə və həyatdakı prioritetlərinizi yenidən müəyyənləşdirmək dövrü olacaq. Bu ay qız bürcü insanları həm ruhən, həm də zehni baxımdan dərin dəyişikliklər yaşayacaq.
Ulduzlar göstərir ki, noyabr sizə həm daxili sakitlik tapmaq, həm də uzun müddətdir beyninizi məşğul edən məsələlərdə aydınlıq qazanmaq üçün unikal bir fürsət gətirəcək. Siz bu ay daha çox özünüzə qapanmaq, düşünmək, analiz etmək və qərarlarınızı tələsmədən vermək istəyəcəksiniz. Qız bürcü təbiətcə mükəmməlliyə can atan, detallara diqqət edən və hər şeyin nəzarət altında olmasını sevən bir bürcdür. Noyabr ayında bu xüsusiyyətləriniz daha da güclənəcək, lakin ulduzlar sizi bir qədər rahatlamağa, hadisələrin axarına güvənməyə çağırır. Ayın əvvəli iş və gündəlik fəaliyyət baxımından hərəkətli olacaq. Yeni layihələr, sənədləşmə və ya idarəçilik məsələləri diqqətinizi tələb edəcək. Əgər son aylarda iş yerində bəzi gecikmələr və ya anlaşılmazlıqlar yaşayıbsınızsa, noyabrın ortalarına doğru bu problemlər tədricən həll olunacaq. Siz öz prinsipiallığınız və məsuliyyətli davranışınızla rəhbərliyin etimadını qazanacaqsınız. Əməkdaşlarınızla münasibətlərinizdə isə bir qədər diplomatik davranmaq vacib olacaq. Bəzən siz həddindən artıq tənqidi və analitik olduğunuz üçün başqaları sizi soyuq və məsafəli saya bilər. Lakin bu ay biraz daha empatiya göstərmək, yumşaq üslubla danışmaq çox şeyi dəyişə bilər. Maliyyə baxımından noyabr qız bürcünə ehtiyatlı olmağı tövsiyə edir. Xərcləriniz artmasa da qəfil çıxan kiçik, amma yığılanda ciddi məbləğ tutan xərclər sizi narahat edə bilər. Əgər borc vermək və ya almaq istəyirsinizsə, bu məsələdə tələsməyin. Ayın sonuna doğru Merkuri hərəkətini yavaşladacaq və bu, maliyyə planlarında çaşqınlıqlar yarada bilər. Əvəzində əvvəllər başladığınız, amma yarımçıq qalan işləri tamamlamaq üçün bu dövr çox münasib olacaq. Şəxsi münasibətlər sahəsində qız bürcü üçün noyabr ayı emosional baxımdan dərin və sınaqlarla dolu bir dövr ola bilər. Əgər münasibətdəsinizsə, tərəfdaşınızla aranızda bəzi anlaşılmazlıqlar üzə çıxa bilər. Bu anlaşılmazlıqlar əsasən ünsiyyət çatışmazlığından və ya qarşılıqlı gözləntilərin fərqli olmasından qaynaqlanacaq. Siz çox vaxt duyğularınızı sözlə ifadə etməkdə çətinlik çəkirsiniz, amma noyabr sizə bu sahədə bir dərs verəcək. Sükut bəzən ən böyük məsafəni yaradır. Bu səbəbdən hisslərinizi açıq şəkildə bölüşmək münasibətinizi xilas edə bilər. Subay qızlar üçün isə bu ay yeni tanışlıqlar baxımından maraqlı ola bilər. Xüsusilə iş və ya təhsil mühitində sizi anlayan, intellektual səviyyədə yaxın biri ilə əlaqə yaranma ehtimalı yüksəkdir. Lakin ulduzlar xəbərdarlıq edir. Bu münasibət başlanğıcda yavaş və ehtiyatlı inkişaf edəcək, amma səmimi olarsa, gələcəkdə ciddi bağa çevrilə bilər. Ailə və yaxın çevrənizlə münasibətlərdə isə bu ay bir qədər sakitlik və dərin emosional bağlılıq hakim olacaq. Siz ailənizlə daha çox vaxt keçirmək, evdə harmoniya yaratmaq istəyəcəksiniz. Evdəki bəzi təşkilati məsələlər, təmir, düzənləmə, yeniləmə kimi işlər gündəmdə ola bilər. Ulduzlar bu ay ailə münasibətlərində keçmişdəki inciklikləri aradan qaldırmaq üçün də uyğun zaman olduğunu göstərir. Keçmişdə yanlış anlaşılmalar varsa, indi bunları açıq danışmaq və barışıq yaratmaq mümkündür. Sağlamlıq sahəsində qız bürcünə bu ay diqqət vacibdir. Ayın ilk yarısında enerji səviyyəniz normal olsa da, ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və yuxu problemləri yarana bilər. Bunun səbəbi həm emosional gərginlik, həm də çox düşünmək olacaq. Qız bürcü insanları bəzən hər şeyi analiz etdikləri üçün beyinlərini çox yükləyirlər. Buna görə də bu ay istirahətə vaxt ayırmaq, təbiətdə vaxt keçirmək və meditasiyaya yönəlmək çox önəmlidir. Həzm sistemi və sinir sisteminə diqqət edin, stres bu iki sahəyə təsir edə bilər. Noyabr ümumilikdə qız bürcü üçün sakit, amma dərin enerjilərlə dolu bir ay olacaq. Bu dövrdə siz həm özünüzü, həm də ətrafınızdakı insanları daha dərindən tanıyacaqsınız. Sizi yoran, artıq fayda verməyən düşüncə və münasibətləri buraxmaq üçün əla zamandır. Ulduzlar sizə deyir ki, təmizlik təkcə fiziki deyil, həm də mənəvi olmalıdır. Əgər keçmişdə sizi yoran yükü geridə qoysanız, dekabr ayına daha yüngül, güclü və məqsədli bir şəkildə daxil olacaqsınız. Noyabr sizin üçün bir növ daxili yenilənmə ayı olacaq, səssiz, amma möhtəşəm bir dəyişimin başlanğıcı. Tərəzi bürcü. Tərəzi bürcü üçün noyabr ayı balans, introspeksiya və yenilənmə dövrü olacaq. Bu ay ulduzlar sizə həm maddi, həm də mənəvi cəhətdən tarazlığı qorumağı öyrədəcək. Tərəzilər təbiətcə harmoniya sevən, ədalətə və gözəlliyə dəyər verən insanlardır. Lakin son aylarda həyatınızda müəyyən gərginliklər, qərarsızlıqlar və daxili qarışıqlıqlar yaranmış ola bilər.
Noyabr sizə bu xaosdan çıxmaq, özünüzlə yenidən barışmaq və yeni bir istiqamət müəyyənləşdirmək üçün fürsət gətirəcək. Ayın ümumi enerjisi sizi düşünməyə, analiz etməyə və gələcək addımlarınızı daha möhkəm planlamağa çağırır. Ayın başlanğıcı sizə həm maddi, həm də emosional baxımdan biraz yüklü gələ bilər. İş mühitində bəzi dəyişikliklər, gözlənilməz tapşırıqlar və ya yeni məsuliyyətlər gündəmə gələ bilər. Tərəzilər çox zaman hər kəsi razı salmaq istədikləri üçün yox deməkdə çətinlik çəkirlər. Lakin noyabr sizə bu dərsi verəcək. Bəzən hər kəsi razı salmaq mümkün deyil, özünüzü də düşünməlisiniz. Əgər uzun müddətdir iş yerində sizdən daha çox tələb olunur, amma qarşılığında dəyər görmürsünüzsə, ayın ortasında bu məsələni açıq şəkildə müzakirə etməyin vaxtıdır. Marsın və Günəşin uyğun təsiri sizə öz haqqınızı tələb etmək üçün cəsarət verəcək. Maliyyə baxımından noyabr ayı tərəzilər üçün nisbətən sabit, lakin diqqətli olmağı tələb edən dövrdür. Ayın əvvəlində müəyyən gəlirlər və ya bonuslar ala bilərsiniz, lakin ayın ikinci yarısında planlaşdırılmamış xərclər çıxa bilər. Xüsusilə ev, ailə və ya avtomobillə bağlı məsələlərə pul xərcləməli ola bilərsiniz. Əgər böyük bir alış-veriş və ya investisiya düşünürsünüzsə, bu qərarı ayın sonuna təxirə salmaq daha məqsədə uyğundur. Merkuri geriləməsi yaxınlaşdığı üçün bəzi maliyyə qərarları sonradan dəyişilə bilər. Romantik münasibətlər sahəsində tərəzi bürcü üçün noyabr ayı emosional baxımdan sınaqlarla dolu olacaq. Əgər münasibətdəsinizsə, partnyorunuzla aranızda bəzi fikir ayrılıqları və ya səssiz gərginliklər yarana bilər. Bu, əsasən sizin balanslı olmaq istəyinizlə tərəfdaşınızın daha emosional yanaşması arasındakı fərqdən qaynaqlanacaq. Siz bəzən sakitlik yaratmaq üçün öz hisslərinizi gizlədirsiniz, amma bu ay bu davranış münasibəti daha da uzaqlaşdıra bilər. Ulduzlar sizə dürüst olmağı, emosiyaları açıq paylaşmağı və öz ehtiyaclarınızı ifadə etməyi məsləhət görür. Subay tərəzilər üçün isə noyabr maraqlı tanışlıqlar ayı ola bilər, xüsusilə sosial tədbirlərdə və ya dost çevrəsində sizi cəlb edən biri ilə qarşılaşmaq mümkündür. Lakin bu münasibət başlanğıcda bir qədər ehtiyatlı və təmkinli inkişaf edəcək. Ailə və dost çevrəsində isə bu ay harmoniya və birlik enerjisi hakim olacaq. Uzun müddətdir görmədiyiniz yaxınlarınızla əlaqə qurmaq, keçmiş inciklikləri aradan qaldırmaq üçün əla zamandır. Siz doğmalarınıza çox önəm verirsiniz, amma bəzən iş və gündəlik qayğılardan bu münasibətlərə vaxt ayıra bilmirsiniz. Noyabr bu balansı bərpa etmək üçün idealdır. Ulduzlar göstərir ki, ailənizlə daha yaxın olmağınız sizə emosional rahatlıq gətirəcək. Sağlamlıq baxımından tərəzilər üçün noyabr ayı həm bədən, həm də zehin balansını qorumağı tələb edir. Ayın ilk yarısında özünüzü enerjili hiss etsəniz də, ikinci yarısında yorğunluq və zehni yüklənmə yarana bilər. Bu, xüsusilə emosional gərginlik və çox düşünməkdən qaynaqlanacaq. Tərəzilər adətən hər şeyi analiz edərək balans yaratmaq istəyirlər, amma bu bəzən sizi daha çox yorar. Buna görə də istirahətə, yuxuya və zehni rahatlığa önəm vermək vacibdir. Yüngül idman, yoga və ya təbiət gəzintiləri sizə həm fiziki, həm də emosional rahatlıq gətirəcək. Noyabr ümumilikdə tərəzi bürcü üçün tarazlığı yenidən tapmaq, iç səsinizə qulaq asmaq və həyatdakı prioritetlərinizi yenidən müəyyənləşdirmək ayıdır. Ulduzlar sizə deyir, başqalarını xoşbəxt etməyə çalışarkən öz xoşbəxtliyinizi unutmamalısınız. Bu ay həyat sizə bir daha göstərəcək ki, sevgi, harmoniya və gözəllik yalnız başqaları ilə deyil, öncə öz daxilinizdə yaradılmalıdır. Əgər daxili sükunətinizi qoruyub, qərarlarınızı ürək rahatlığı ilə versəniz, noyabr ayı sizin üçün həm mənəvi rahatlıq, həm də həyatınızda yeni bir sabitlik dövrünün başlanğıcı olacaq. Əqrəb bürcü. Əqrəb bürcü üçün noyabr ayı dərin transformasiya, yenidən doğuluş və daxili gücünüzü tam şəkildə ortaya çıxarma dövrü olacaq. Bu ay sizin bürcünüzdə Günəşin hərəkət etməsi enerjinizin, intuisiya qabiliyyətinizin və təsir gücünüzün zirvəyə qalxmasına səbəb olacaq. Əqrəblər təbiətən sirli, güclü və emosional dərinliyə malik insanlardır. Noyabrda bu xüsusiyyətləriniz daha da güclənəcək, həyatın həm gözəlliklərini, həm də çətinliklərini daha aydın görəcəksiniz. Bu ay həm xarici dünyada dəyişikliklər baş verəcək, həm də daxilinizdə köklü bir çevrilmə hiss edəcəksiniz. Ayın əvvəlindən etibarən sizdə bir yenilənmə arzusu yaranacaq. Keçmişdə sizi yoran, enerjinizi alan vəziyyətlərdən uzaqlaşmaq istəyəcəksiniz. Ola bilsin ki, artıq bəzi münasibətləri və ya iş əlaqələrini sonlandırmaq qərarına gələsiniz.
Əslində bu itki deyil, əksinə sizin üçün azad olmaq prosesidir. Ulduzlar deyir ki, nə qədər çox köhnəni buraxsanız, bir o qədər yeni fürsətlərə yer açılacaq. Ayın ortalarına doğru Marsın və Günəşin uyğun enerjisi sizə həm cəsarət, həm də iradə gücü gətirəcək. Bu dövrdə uzun müddətdir təxirə saldığınız planlara başlamaq üçün çox əlverişli şərait yaranacaq. Karyera və maliyyə baxımından Əqrəb bürcü üçün noyabr ayı olduqca dinamikdir. İş yerində məsuliyyətləriniz artacaq, amma bu eyni zamanda sizi önə çıxaracaq bir dövr olacaq. Rəhbərlik və ya ətrafınızdakı insanlar sizin peşəkar bacarıqlarınızı və strateji düşüncə qabiliyyətinizi daha çox qiymətləndirəcək. Əgər öz biznesiniz varsa, bu ay yeni ideyaları həyata keçirmək, investisiya planlarını canlandırmaq üçün münasib zamandır. Maliyyə baxımından isə sabitlik qorunacaq, hətta əlavə gəlir mənbələri də yarana bilər. Lakin ulduzlar xəbərdarlıq edir, ayın ikinci yarısında impulsiv qərarlardan uzaq durun. Xüsusilə borc vermək və ya böyük alış-veriş etmək riskli ola bilər. Sevgi və münasibətlər sahəsində noyabr ayı Əqrəblər üçün ehtiraslı, lakin emosional dərinliklə dolu bir dövr olacaq. Əgər münasibətdəsinizsə, tərəfdaşınızla əlaqəniz daha yaxın, lakin eyni zamanda daha intensiv ola bilər. Siz daha çox yaxınlıq və emosional bağlılıq istəyəcəksiniz. Bu, münasibəti ya möhkəmləndirəcək, ya da zəif yerləri üzə çıxaracaq. Əgər aranızda gizli narazılıqlar varsa, bu ay hər şey açığa çıxa bilər. Lakin bu açıqlıq sizə münasibətdə daha dürüst və sağlam təməl qurmaq imkanı yaradacaq. Subay Əqrəblər üçün isə noyabr çox güclü emosional tanışlıqlar ayı ola bilər. Qarşılaşacağınız bir insan sizdə dərin hisslər oyada bilər, amma ulduzlar sizi tələsməməyə çağırır. Bu münasibət həm ruhani, həm də karmik səviyyədə bir bağ ola bilər, yəni təsadüfi deyil. Ailə və yaxın çevrənizlə münasibətlərdə bu ay anlayış və səbir önəmlidir. Siz bəzən həddindən artıq dərin düşündüyünüz üçün başqalarının niyyətlərini yanlış anlaya bilərsiniz. Noyabrda ailə münasibətlərində daha çox dinləyici olmaq, başqalarının baxış bucağını anlamağa çalışmaq vacib olacaq. Ailədə sizə ehtiyac duyan biri var, bəlkə bir valideyn, bəlkə də bacı, qardaş. Onlara biraz diqqət və emosional dəstək göstərmək həm sizi, həm də onları rahatladacaq. Sağlamlıq baxımından Əqrəb bürcünə bu ay enerji səviyyəsini qorumaq tövsiyə olunur. Ayın ilk yarısında özünüzü çox güclü hiss edəcəksiniz, amma ayın ikinci yarısında emosional yüklənmə fiziki yorğunluğa səbəb ola bilər. Əqrəblər bəzən hisslərini içinə atdıqları üçün bu, bədəndə stres və gərginlik kimi özünü göstərir. Buna görə də idman, meditasiya və təbiətdə vaxt keçirmək çox faydalı olacaq. Qidalanma rejiminizə və yuxuya diqqət edin, çünki bədəniniz sizə siqnallar göndərə bilər. Noyabr ümumilikdə Əqrəb bürcü üçün dəyişimin, güclənmənin və ruhani yüksəlişin ayıdır. Siz köhnə qorxularınızdan, sizi geriyə çəkən insanlardan və keçmişin ağırlığından azad olacaqsınız. Bu ay sizin üçün bir növ yenidən doğuluş enerjisi daşıyır. Ulduzlar sizə deyir, həyat sizi daha böyük bir məqsəd üçün hazırlayır, sadəcə prosesə güvənin. Əgər daxili səsinizə qulaq asarsınızsa, noyabr sizin üçün həm mənəvi, həm də maddi baxımdan dönüş nöqtəsi olacaq. Güc artıq sizin tərəfinizdədir, indi sadəcə bu gücü müdrikliklə istifadə etmək qalır. Oxatan bürcü. Oxatan bürcü üçün noyabr ayı sakit başlanacaq, amma ayın ortasından etibarən enerjiniz yüksələcək və həyatınıza hərəkətlilik gələcək. Bu ay sizin üçün həm düşüncə, həm də fəaliyyət dövrü olacaq. Uzun müddətdir beyninizdə olan planları həyata keçirmək, yeni istiqamətlərə yönəlmək və ruhən yenilənmək üçün ulduzlar sizə güclü dəstək verəcək. Oxatan bürcü təbiətcə azadlığı sevən, geniş düşünən və daim yeni hədəflər arxasınca gedən bir bürcdür. Noyabr sizə bu xüsusiyyətlərinizi daha parlaq şəkildə ifadə etmək imkanı gətirəcək. Siz həm öz dünyanızı, həm də ətrafınızdakı insanların dünyasını dəyişdirəcək qərarlar verməyə yaxınsınız. Ayın əvvəlində bir qədər sakitlik və introspeksiya enerjisi hakim olacaq. Ola bilər ki, özünüzü bir qədər çəkilmiş və düşüncələr içində hiss edəsiniz. Bu, pis deyil, ulduzlar deyir ki, noyabrın ilk yarısı hazırlıq dövrüdür. Siz bu dövrdə planlarınızı, gələcək istiqamətinizi və prioritetlərinizi dəqiqləşdirəcəksiniz. Ayın ortalarından etibarən isə hər şey sürətlə dəyişəcək. Günəş və Marsın uyğun enerjisi sizə hərəkət, dinamizm və motivasiya gətirəcək.
Bu vaxtdan etibarən həyatınızda yeniliklərə başlamaq, səfərlər planlaşdırmaq və ya uzun müddət arzuladığınız bir layihəni işə salmaq üçün əla zamandır. Karyera sahəsində noyabr ayı Oxatan bürcünə yeni fürsətlər gətirəcək. Əgər son aylarda işdə bir qədər monotonluq və ya durğunluq hiss edirdinizsə, indi vəziyyət tam fərqli istiqamətə çevriləcək. Yeni tapşırıqlar, məsuliyyətlər və bəlkə də rəhbərlikdən gələn gözlənilməz təkliflər sizi həm həyəcanlandıracaq, həm də özünüzü göstərmək üçün meydan yaradacaq. Bu ay siz öz potensialınızı daha parlaq şəkildə nümayiş etdirə biləcəksiniz. Yeganə xəbərdarlıq, səbirli olun və tələsik qərar verməyin. Oxatan bəzən həddən artıq optimist yanaşdığı üçün detalları qaçırır. Ulduzlar isə sizə deyir, bu ay böyük fikirləri kiçik addımlarla həyata keçirmək daha faydalı olacaq. Maliyyə baxımından noyabr sabitlik və ehtiyat dövrüdür. Ayın əvvəllərində gəlirlərinizdə artım ola bilər, amma eyni zamanda gözlənilməz xərclər də mümkündür. Əsas diqqət balansı qorumaqdır. Səyahətlər, təhsil və ya fərdi inkişafla bağlı xərclər bu dövrdə arta bilər, amma bunlar faydalı investisiyalar sayılır. Noyabrın sonuna doğru Merkuri geriləməsinin təsiri altında bəzi maliyyə qərarlarını təxirə salmaq daha ağıllı olar, xüsusilə uzunmüddətli müqavilələr və ya alış-verişlərlə bağlı. Sevgi və münasibətlər baxımından Oxatan bürcü üçün noyabr dərin emosional dəyişikliklər ayıdır. Əgər münasibətdəsinizsə, tərəfdaşınızla əlaqənizdə anlayış və dürüstlük ön planda olacaq. Siz bəzən azadlıq və sərbəstlik istəyi ilə qarşı tərəfin yaxınlıq tələbi arasında qalırsınız. Bu ay bu balansı tapmaq vacib olacaq. Münasibətinizdə dürüst dialoq aparmaq, bir-birinizi daha dərindən tanımaq üçün gözəl fürsətlər yaranacaq. Subay Oxatanlar üçün isə bu ay sevgi planında sürprizlərlə doludur. Ulduzlar göstərir ki, uzaq məsafədə yaşayan və ya fərqli mədəniyyətə malik biri ilə tanışlıq mümkündür. Bu münasibət ruhani və intellektual səviyyədə çox dərin təsir buraxa bilər. Ailə və dost çevrəsində isə noyabr ayı sizi biraz daha anlayışlı olmağa çağırır. Sizin həyatınızda çox hərəkət var, amma bəzən yaxınlarınız özlərini ikinci planda hiss edə bilərlər. Ulduzlar sizə ailənizlə və dostlarınızla daha çox vaxt keçirməyi, onlara diqqət göstərməyi məsləhət görür. Xüsusilə ailə içində həll olunmamış bir məsələ varsa, bu ay onu açıq şəkildə danışmaq üçün münasib dövrdür. Sağlamlıq baxımından noyabr ayı Oxatanlar üçün enerjili, amma biraz da gərgin keçə bilər. Ayın ikinci yarısında fiziki və zehni aktivlik artacağı üçün bədəninizi çox yormamaq vacibdir. İdman, uzun gəzintilər və açıq havada vaxt keçirmək sizə güc və balans gətirəcək. Həzm sistemi və yuxu rejiminə diqqət edin, çox gərginlik bədəninizdə narahatlıq yarada bilər. Ümumilikdə noyabr ayı Oxatan bürcü üçün yeni başlanğıc enerjisi daşıyır. Siz həyatınızın istiqamətini daha aydın görməyə başlayacaqsınız. Keçmişdə sizi saxlayan qorxular və tərəddüdlər tədricən aradan qalxacaq. Ulduzlar sizə deyir, indi hərəkətə keçməyin, amma düşünərək hərəkətə keçməyin zamanıdır. Bu ay siz həm ruhən, həm də zehni baxımdan böyüyəcəksiniz. Əgər daxili səsinizə qulaq asarsınızsa, noyabr sizə gələcəyin qapılarını açacaq və bu qapının arxasında sizi həm uğur, həm də daxili azadlıq gözləyir. Oğlaq bürcü. Oğlaq bürcü üçün noyabr ayı planlı hərəkət, məsuliyyətlərin artması və uzun müddətli məqsədlərə fokuslanmaq dövrü olacaq. Bu ay siz həyatınızda stabilliyi qorumaq, həm karyera, həm də şəxsi həyat sahəsində irəliləyişlər əldə etmək üçün əlverişli imkanlar görəcəksiniz. Oğlaq bürcü təbiətən çalışqan, səbirli və məqsəd yönümlü bürcdür. Noyabrda bu xüsusiyyətləriniz sizə həm də ətrafınızdakı insanlar üzərində müsbət təsir yaratmaq imkanı verəcək. Ay boyunca siz strateji düşüncə qabiliyyətinizi gücləndirəcək, hər bir addımınızı planlı və ehtiyatlı şəkildə atacaqsınız. Ayın əvvəlindən etibarən iş və karyera sahəsində bir çox məsuliyyətlər ön plana çıxacaq. Siz yeni layihələrə cəlb oluna, rəhbərlikdən və ya ətrafınızdan əlavə tapşırıqlar ala bilərsiniz. Bu, bəziləriniz üçün yük kimi görünsə də, əslində sizin bacarıqlarınızı nümayiş etdirmək və hörmət qazanmaq üçün böyük fürsətdir. Ayın ortalarında Mars və Günəşin mövqeyi sizə qərar verməkdə, problemləri həll etməkdə və strateji planlar qurmaqda güc verəcək. Əgər uzun müddətdir irəliləyiş gözlədiyiniz bir iş və ya layihə varsa, noyabr sizə onu daha effektiv şəkildə irəli aparmaq üçün imkanlar təqdim edəcək. Maliyyə baxımından bu ay Oğlaq bürcü üçün ümumilikdə sabit keçəcək, lakin diqqətli olmaq vacibdir.
Ayın əvvəllərində gəlirlərinizdə artım gözlənilir, lakin eyni zamanda gözlənilməz xərclər də ortaya çıxa bilər. Bəzi oğlaqlar üçün investisiya və ya böyük alış-verişlərlə bağlı qərarlar gündəmə gələ bilər. Ulduzlar xəbərdarlıq edir ki, bu cür qərarları ayın sonuna və ya Merkuri geriləməsinin bitməsinə yaxınlaşdırmaq daha məqsədə uyğundur. Ay boyunca maliyyə planlarınızı diqqətlə nəzərdən keçirmək, xərcləri prioritetləşdirmək və lazımsız risklərdən uzaq durmaq faydalı olacaq. Romantik və şəxsi münasibətlər sahəsində Oğlaq bürcü üçün noyabr həm dərin emosional əlaqələr, həm də sınaqlarla dolu bir dövr olacaq. Münasibətdəsinizsə tərəfdaşınızla aranızda bəzən fikir ayrılıqları ola bilər, amma bu münasibətinizi zəiflətmək əvəzinə onu daha da möhkəmləndirəcək. Əsas odur ki, açıq danışıq və anlayışa önəm verəsiniz. Subay Oğlaqlar üçün noyabr yeni tanışlıqlar ayı ola bilər, lakin bu tanışlıqlar adətən dərin, mənalı və gələcək perspektivli olacaq. Yəni bu ay yaranacaq münasibətlərin səthi olmayacağı, emosional və intellektual səviyyədə sizi zənginləşdirəcəyi gözlənilir. Ailə və yaxın çevrə ilə bağlı noyabr ayı həm diqqət, həm də səbir tələb edəcək. Bəzən iş və digər öhdəliklər səbəbindən ailə üzvlərinə yetərincə vaxt ayıra bilməzsiniz. Ulduzlar sizə tövsiyə edir ki, bu ay ailə münasibətlərinə daha çox diqqət ayırın, keçmişdə yaranmış inciklikləri aradan qaldırmağa çalışın. Ailə üzvlərinizlə səmimi dialoqlar qurmaq sizə həm emosional rahatlıq, həm də uzun müddətli harmoniya gətirəcək. Sağlamlıq baxımından Oğlaq bürcü noyabrda diqqətli olmalıdır. Ayın ilk yarısında enerji yüksək olsa da, ikinci yarısında iş yükü və məsuliyyətlərin artması sizi fiziki və zehni baxımdan yorğun edə bilər. Yuxu rejiminə, düzgün qidalanmaya və istirahətə diqqət yetirmək vacibdir. Həftəlik gəzintilər, yüngül idman və meditasiya sizə həm bədən, həm də zehin balansını qorumaqda kömək edəcək. Stressin həddindən artıq artmaması üçün iş və şəxsi həyat arasında sərhəd qoymaq bu ay xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə noyabr Oğlaq bürcü üçün planlı irəliləyiş, məsuliyyətləri idarə etmə və daxili balansı qoruma ayıdır. Bu ay siz həm karyerada, həm də şəxsi həyatda mühüm addımlar atacaqsınız. Ulduzlar sizə deyir, səbirli olun, hər addımı düşünərək atın və daxili səsinizə qulaq verin. Əgər bunu bacarsanız, noyabr sizin üçün həm uğur, həm də mənəvi rahatlıq gətirən bir dövr olacaq və gələcək aylar üçün möhkəm təməl yaradacaq. Dolça bürcü. Dolça bürcü üçün noyabr ayı yenilik, özünü ifadə etmə və sosial əlaqələrdə aktivlik dövrü olacaq. Bu ay dolçalar həm şəxsi həyatlarında, həm də karyera və sosial fəaliyyətlərdə yeni imkanlarla qarşılaşacaq. Dolça bürcü təbiətcə müstəqil, yaradıcı və intellektual yönümlü insanlardır. Noyabrda bu xüsusiyyətləriniz daha da ön plana çıxacaq, siz fərqli düşüncə tərzi və orijinal yanaşmalarınızla ətrafınızdakı insanları təsirləndirə biləcəksiniz. Ay boyunca enerjiniz dəyişkən olsa da, yaradıcılığınız və yeni fikirlərə açıq olmağınız sizi uğura aparacaq. Ayın əvvəlində dolçalar daha çox daxili düşüncələrə, planlama və strateji addımlara diqqət yetirəcək. Bu dövr sizin üçün hazırlıq mərhələsidir, keçmişdə baş verən hadisələri analiz etmək, gələcək hədəfləri müəyyənləşdirmək və prioritetləri yenidən sıralamaq üçün əlverişlidir. Ayın ortalarından etibarən Mars və Günəşin təsiri ilə sosial çevrədə aktivliyiniz artacaq. İşgüzar əlaqələr, yeni layihələr və ya əməkdaşlıq imkanları gündəmə gələ bilər. Bu dövr sizin kreativ yanaşma və fərqli perspektivlərinizlə fərqlənməyiniz üçün idealdır. Karyera sahəsində noyabr dolçalar üçün dinamik bir dövr olacaq. Yeni layihələrdə rol almaq, rəhbərliklə daha yaxın işləmək və bacarıqlarınızı nümayiş etdirmək üçün imkanlar yaranacaq. Əgər uzun müddətdir irəliləmək istədiyiniz bir iş və ya təşəbbüs varsa, noyabr onun üçün əlverişli zamandır. Lakin ulduzlar xəbərdarlıq edir ki, tələskənlik və səthi qərarlar uzun müddətli nəticələrə mənfi təsir göstərə bilər. Planlı və strateji yanaşmaq sizi həm maddi, həm də peşəkar baxımdan daha irəli aparacaq. Maliyyə baxımından bu ay dolçalar üçün sabit keçəcək, lakin bəzi gözlənilməz xərclər mümkündür. Ayın əvvəlində əlavə gəlir mənbələri yarana bilər, amma eyni zamanda texniki və ya sosial səbəblərdən xərclər də ortaya çıxacaq. Bu ay böyük maliyyə qərarları vermək və ya investisiya etmək üçün Merkuri geriləməsini nəzərə alaraq, ayın sonunu gözləmək daha ağıllı olar. Məqsəd xərcləri planlaşdırmaq və ehtiyatlı olmaqdır. Sevgi və münasibətlər baxımından dolçalar üçün noyabr maraqlı və emosional baxımdan dərin bir dövr olacaq.
Münasibətdəsinizsə tərəfdaşınızla əlaqələrinizdə daha çox ünsiyyət və anlayış önəm daşıyacaq. Siz azadlıq və müstəqillik istəyirsiniz, tərəfdaşınız isə yaxınlıq və diqqət tələb edə bilər. Bu balansı tapmaq münasibətinizi möhkəmləndirəcək. Subay dolçalar isə sosial dairədə, tədbirlərdə və ya iş mühitində diqqət çəkə biləcək yeni tanışlıqlarla qarşılaşa bilər. Bu tanışlıqlar həm intellektual, həm də emosional səviyyədə sizi zənginləşdirəcək. Ailə və dost çevrəsində noyabr ayı harmoniyanı qorumağa çağırır. Dolçalar bəzən çox işgüzar və sosial yönümlü olduqları üçün yaxın çevrələrinə kifayət qədər vaxt ayıra bilmirlər. Bu ay ailə üzvləri ilə daha çox vaxt keçirmək, onların ehtiyaclarını dinləmək və emosional dəstək göstərmək üçün əlverişlidir. Keçmişdə yaranmış kiçik anlaşılmazlıqlar bu ay açıq danışıqla həll oluna bilər. Sağlamlıq baxımından dolçalar noyabrda enerjilərini balanslı istifadə etməlidirlər. Ayın ilk yarısında aktivlik yüksək olsa da, ikinci yarıda yorğunluq və stres hissi yarana bilər. Yuxu rejiminə, qidalanmaya və istirahətə diqqət etmək vacibdir. Meditasiya, yoga və ya açıq havada vaxt keçirmək həm bədən, həm də zehin balansını qorumağa kömək edəcək. Ümumilikdə noyabr dolça bürcü üçün yenilik, sosial əlaqələrdə irəliləyiş və daxili balans ayıdır. Bu dövr sizin yaradıcı potensialınızı tam şəkildə göstərməyinizə imkan verəcək. Ulduzlar sizə deyir, özünüzü ifadə edin, yeniliklərdən qorxmayın və həyatın gətirdiyi imkanlara açıq olun. Əgər daxili və xarici harmoniyanı qoruyub strateji addımlar atsanız, noyabr sizin üçün həm peşəkar, həm də şəxsi həyat baxımından uğurlu bir ay olacaq. Balıqlar bürcü. Balıqlar bürcü üçün noyabr ayı emosional dərinlik, yaradıcılıq və daxili sükunət dövrü olacaq. Bu ay siz daha çox hisslərinizə qulaq asacaq, intuisiya və daxili səsinizlə hərəkət etməyə üstünlük verəcəksiniz. Balıqlar bürcü təbiətən həssas, empatik və yaradıcıdır. Noyabrda bu xüsusiyyətləriniz daha da güclənəcək. Həyatın hər sahəsində, iş, sevgi, ailə və şəxsi inkişafda, daxili dərinliyi və mənəvi axtarışı ön planda olacaq. Siz üçün bu ay bir növ ruhani və emosional yenilənmə dövrüdür. Ayın əvvəlində balıqlar özünü bir qədər təcrid olunmuş, daxili düşüncələrə qapılmış hiss edə bilər. Bu, pis deyil, əksinə keçmişdə baş verən hadisələri analiz etmək, emosional yaraları şəfa tapmaq və gələcək planları formalaşdırmaq üçün faydalıdır. Ayın ortalarına doğru Günəş və Marsın təsiri ilə enerjiniz yüksələcək və daha aktiv, sosial və yaradıcı olacaqsınız. Bu dövr həm işdə, həm də şəxsi layihələrdə önəmli addımlar atmaq üçün əlverişlidir. Özünüzü ifadə etmək, yeni ideyalar ortaya qoymaq və başqaları ilə əməkdaşlıq etmək üçün ideal zamandır. Karyera və iş sahəsində noyabr balıqlar üçün diqqət və strateji planlama ayıdır. Siz uzun müddətdir irəliləyiş gözlədiyiniz layihələrə fokuslanacaqsınız. Ayın ilk yarısında bəzi işlər və məsuliyyətlər sizi yorucu görünsə də, ortadan sonra vəziyyət aydınlaşacaq və sizin üçün yeni imkanlar açılacaq. Əgər yaradıcı və ya sosial yönümlü işlə məşğulsunuzsa, bu ay ideyalarınızı reallaşdırmaq, həmkarlarınız və rəhbərliklə əməkdaşlıq qurmaq üçün əlverişlidir. Maliyyə baxımından balıqlar noyabrda ümumilikdə sabitliyi qoruyacaq, lakin gözlənilməz xərclər də ola bilər. Ulduzlar xəbərdarlıq edir ki, borc, kredit və ya böyük alış-verişlərdə tələsməyin, planlı və ehtiyatlı olmaq daha məqsədə uyğundur. Sevgi və şəxsi münasibətlər baxımından balıqlar üçün noyabr emosional baxımdan zəngin və bəzən sınaqlarla dolu bir dövr olacaq. Münasibətdəsinizsə tərəfdaşınızla aranızda hisslərin açıq paylaşılması önəm daşıyacaq. Siz bəzən öz dünyanıza çəkilərsiniz, bu isə yanlış anlaşılmalara səbəb ola bilər. Bu ay duyğularınızı açıq şəkildə ifadə etmək münasibətinizi möhkəmləndirəcək. Subay balıqlar üçün isə noyabr yeni tanışlıqlar və romantik imkanlarla zəngin olacaq. Xüsusilə emosional, intellektual və ruhani səviyyədə sizi təsirləndirən biri ilə tanış olmaq ehtimalı yüksəkdir. Lakin ulduzlar xəbərdarlıq edir, yeni münasibətlərdə tələsməyin, əvvəlcə qarşı tərəfi yaxşı tanıyın. Ailə və dost çevrəsində noyabr ayı sizin üçün anlayış və harmoniya yaratmaq baxımından vacib olacaq. Siz yaxınlarınızla daha çox vaxt keçirmək, keçmişdəki kiçik anlaşılmazlıqları aradan qaldırmaq üçün əlverişli zamandasınız. Ailə üzvlərinə göstərdiyiniz diqqət və qayğı həm sizin, həm də onların emosional rahatlığını təmin edəcək. Ay boyunca balansı qorumaq və başqalarının ehtiyaclarını da nəzərə almaq önəmlidir. Sağlamlıq baxımından balıqlar noyabrda enerjilərini balanslı istifadə etməlidirlər.
Ayın ilk yarısında özünüzü enerjili hiss etsəniz də, ikinci yarıda emosional yüklənmə fiziki yorğunluğa çevrilə bilər. Yuxu rejiminizə diqqət edin, stressdən uzaq durun və bədəninizi dincəltmək üçün meditasiya, yoga və ya təbiət gəzintilərinə üstünlük verin. Emosional sağlamlıq bu ay xüsusi əhəmiyyət daşıyır, çünki ruhunuzun sakitliyi bədənin sağlamlığını birbaşa təsir edəcək. Ümumilikdə noyabr balıqlar üçün daxili sükunət, yaradıcılıq və emosional dərinlik ayıdır. Bu dövrdə keçmişi analiz etmək, mənəvi və ruhani yenilənmə əldə etmək, həmçinin gələcək planları dəqiq müəyyənləşdirmək mümkün olacaq. Ulduzlar sizə deyir, hisslərinizə qulaq asın, yaradıcı ideyalarınızı reallaşdırın və həyatın gətirdiyi fürsətlərə açıq olun. Əgər daxili balansı qoruyub, diqqətli və strateji addımlar atsanız, noyabr sizin üçün həm mənəvi, həm də şəxsi inkişaf baxımından uğurlu bir ay olacaq.